Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə 202-92-170 marşrutlarından 100-150 metr məsafədə, yola yaxın ərazidə, demək 3.8 sotunun içində 3 geniş otaqlı bir həyətimiz satışa çıxıb. Hörmətli izləyicilər, allı ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram, gördüyünüz kimi bu evin demək, xarici görünüşüdür. Hal-hazırda yağışlardan çıxmışıq. Ərazi cəhətdən quru yerdir. Yəni, qətiyyən görsünüz, nə su dolub, nə bir şey olub. Baxın diqqətlə. Düzdür, həyət yalnız yağışdır, amma su basan yer deyir bura. Hündür yerdir. 202 marşrutun son dayanacağıdır. 202 Gəncə Nərimanova qədər işləyir. 92-170-də 20 yanvar Memar Əcəmiyə qədər işləyir. Evin üstünü gördüyünüz kimi həyətin belə çaydanla bağlayıb qaraj formasında 2 dənə darvazası var. Bir darvaza buradadır, bir də putla idarə olunan bir belə darvazadır. Su hovuzudur. Bax burada 10 tonluq. Bəlkə də çoxdur. Belə su hovuzu var. Üstündə də betonla elə olub. Rahat maşında çıxır. Ev sahibi bura maşını bax bura belə rahat salır. Gördüyünüz kimi bağı, bağçası var. Yaşıllığı var. Evin hər tərəfinə keçmək mümkündür. Ev kurqavoy. Yəni nəzərinizə çatdırım. Hasarın içindədir. Bax, bu tərəfi də gördüyünüz kimi evin yan tərəfi açıqdır. Arxası da açıqdır. Sağ tərəfi də açıqdır. Yəni, hər tərəfi evin öz hasarının içindədir. Ev mozaika ilə belə üzlərini bir dənə rəngin vurmaq lazım. Bax, görürsünüz mozaika iləndir. Bax, bu hissəsi də bax belədir. Görürsünüz, bu tərəfi də açıqdır. Gələn adam istədiyi adam. İndi düzdür, zirzəmin hissəsi bağlıdır. Girib içinə baxsınız, bir dənə orada su yığılmayıb. Yəni, yer cəhətdən super yerdir. Nəmişli yol mən ərazidir. Marşuda, məktəbə, bağçıya yaxın ərazidə yerləşir. Məktəbdə yaxınlığında var. 314 nömrəli məktəbdir. 202 son dayanacağına yaxındır. Demək, 92-170 marşrutlarda rahat gəzir. Həyətində bax, belə bir sanuzeli var. Bunu da göstərim sizə. Bax, burada bu həyət içindir, ev sahibi həyət için elib, təmirdə qaydasında. Görürsünüz, hörmətli izləyicilər. Həyətdəki bu stollar, bu yerlənçəklər, bu danışıqdan asılıdır. Yəni, qiyməti aidiyyəti yoxdur, onu danışıqdan asılıdır. Bundan nəzərinizə çatdırım ki, yəni ev sahibi ilə danışacaqsınız. Buradan daxil oluruq evin içinə. Girən kimi böyük dəhlizdir, geniş dəhlizdir. Haradasa 2.50 dəhlizin enidir. Yəni 2.32-50 olar. Ev çoxdan təmirdir. Aboylar düzdür, dəyişilməyə lazım olsa müasir aboylara çevirə bilərsiniz. Sanuzel hissəsi ayrı-ayrıdır. Bax burada. Bura sanitar qovşağı görürsünüz. Ayrıdır. Təmir qaydasında normal. Burada hamam hissəsidir. Hamam da genişdir. Ürək açandır. Bura mətbəx hissəsidir, hörmətli izləyicilər. Hər şey qaydasındadır. Bir dənə mətbəxi biraz yüngül var, biraz balacadır. Amma otaqlar çox genişdir. Mətbəxi də yəni biraz çəkmək olar. Hamam sanuzeli təmirlərsiniz, biraz genişlənir, mətbəx genişləndirmək olar. Hamam da böyüdür. Yəni bunu nəzərinizə çatdırın. Dəyişmək olar. Bura, hörmətli izləyicilər, bir qonaq otağıdır. 4'ün, haradasa 4 metrdən çox enidir, 4 metr rahat var. 7 metr uzunluğudur, haradasa. 30 kvadrata yaxın qonaq otağıdır. Burada yenə də haradasa 4'ün 6'ya, 24 kvadrat bir yataq otağı. Hamımız da öz həyətinə baxır, ev işıqlı evdir. Şəxsi tikil olub. Təmir, yəni patologlar zaten hamısı, tavanlar yaxşıdır, sadəcə aboylar müasir dövrə görə dəyişilməlidir. Burada geniş dəhlizdir. İstəsəniz bax burada bir sanuzeli bura sala bilərsiniz ayrıca. Yəni dəyişik elərsiniz, yəni eləmək mümkündür. 4'ün 4'də də bir dənə yeşil otaq buradadır. Aboyların da elə bir xərci yoxdur, hörmətli izləyicilər. Nəzərinizə çatdırım ki, yəni elə bir çox xərc aparan bir şeydir. Aboy da aldı, vuruldu, dəyişildi. Öz müasir aboylardan istifadə edə bilərsiniz. Kimlərsə evin satmaq istəyirsə 055-389-3808 nömrəsinə əlaqə saxlasın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz.
Orada istədiyiniz qiymətə evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodları götürmək yaddan çıxmaz, hörmətli izləyicilər. Sənədi, bələdiyyə sənədidir, arxivli sənəddir. Bunda nəzərdə çatdırım, kupça almaq üçün əlverişlidir. Yola yaxındır, marşrutlara, marketlərə, məktəbə, bağçaya yaxın ərazidə yerləşir. Evin qiyməti 128.000 start qiymətdir. 128.000 start qiymət. Real halda olsa endirim olmağına olacaq. Birbaşa sahibinə görüşəcəksə son sözü hörmətli izləyicilər, ev sahibi deyəcək. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.